Salam müəllimlər, mən indi sizinlə 7-ci sinifin 9-cu mövzusu olan nəfəslik üçün torlu çərçivənin hazırlanması haqqında danışacağam. Deməli, bu zaman zivana birləşməsindən istifadə edilir. Bu torlu taxta çərçivəni hazırlayan zaman. Hansı ki, burada əgər nəfəslik üçün hazırlanmış taxta çərçivəni nəzərdən keçirsək görərik ki, onun 4 tirciyi vardır. Tirciklərin ikisi zivanadır, ikisi isə yarıqdan ibarətdir. Hansı ki, bunlar şəkil 1-də göstərilmişdir. Və texnoloji xəritədən istifadə edərək yarıqların hazırlanma üsullarını nəzər sala bilərik. Baxın, burada işin məzmunu, eskiz və qrafik təsviri, alət və tərtibatlar hansılardır? Onlar öz əksini tapır. Bunu ardıcıllıqla bir vərəqə yazıb öyrənsiniz, daha məqsədə uyğun olar. Belə ki, müəllimlər, en kəsiyi 40-ın 40 ölçüdə olan tircik seçilir və uzunluğu 300 mm olan 4 hissəyə ayrılır. Bu zaman xəttkeşdən, karandaşdan, bucaqlıq və xırda dişli bıçqı, həmçinin xarrat verstakından istifadə edilməlidir. Daha sonra zivananın ölçüləri iki tirciyin uç hissəsində nişanlanır. Mişarlanacaq hissələr qeyd edilir. Bunlarda bilirik ki, kəsilən hissələr X hərfi ilə işarə edilir. Bu zaman xəttkeş, karandaş, resmus, bucaqlıq, xarrat verstakından istifadə edilir. Zivanalar mişarlanır və yarıqları kəsib götürürük. Bunu da xarrat verstakı və xırda dişli bıçqı ilə yerinə yetiririk. Digər iki tirciyin kənarlarından yarıq nişanlanır. Yarığın kəsilib götürüləcək hissəsi işarələnir yenidən X hərfi ilə. Hansı ki, xarrat verstakı, resmus, xəttkeş, bucaqlıq, karandaş kimi alətlər işlədilir. Yarıqlar mişarlanır. Bunu da xırda dişli bıçqı və xarrat verstakı ilə icra edirik. Yarıqlar açılır və təmizlənir. Nazik iskənə, taxta çəkic, xarrat verstakı, iskənə, atlıq taxta ilə. Zivana və yarıqlar təmizlənir, uyğunlaşdırılır və nəfəslik üçün çərçivə yapışqansız yığılır. Birləşdiriləcək zivana və yarıqlar işarələnir. Bunu da iskənə, yeyə, karandaş, xəttkeş, taxta çəkic, tircik, bucaqlıq, sumbata kağızı ilə icra edirik. Çərçivə sökülür, zivana və yarıqlara yapışqan sürtülür, çərçivə yenidən yığılır və zivana birləşmələri sıxaclarda möhkəm sıxılmış vəziyyətdə 24 saat saxlanılır. Bu zaman fırça, xəttkeş, peva yapışqanı və sıxaclar işlədilir. Yapışdırılmış çərçivə təmizlənir, tor onun üzərində bərkidilir. Bunu da yeyə, tor, basma düymələr və sumbata kağızı ilə icra edirik. Zivana birləşməsi olan oduncaq məmulatlarını yığarkən bir sıra qaydalara əməl etməliyik. Hansı ki, zivanalar mütləq qısa, yarıqlar uzun olmalıdır. Zivananı mişarladıqda bıçqı nişanlanma xəttinin çöl tərəfində olmalıdır. Diqqət edin, miqə və yaxud sertifikasiyaya düşə bilər. Burada çölü götürüb iç tərəf qoya bilərlər. Ona görə nəzər salın diqqətlə. Yarığı mişarlayanda bıçqı xətti iç tərəfdə olmalıdır. Həmçinin burada da iç sözü var. Qarışdırmayın. Baxın, zivananı mişarladıqda çöl tərəfində olmalıdır. Yarığı mişarlayanda iç tərəfində olmalıdır. Və dəlməni yalnız pəstah məncənədə etibarlı bərkidildikdən sonra yerinə yetirilməlidir. Zivana yarığa taxta çəkiclə yüngül zərbələr vurmaqla və əllə sıxılaraq geyindirilməlidir. Yapışdırmamışdan əvvəl məmulat yığılmalı, müvafiq detalların nömrələrinin uyğunluğunu yoxlamalı. Yalnız bundan sonra yapışqan üçün sökülməlidir. Yapışdırılmış çərçivənin bütün küncləri aralarına atlıq taxta, panel parçaları qoymaqla sıxaclarda sıxılmalıdır. Təhlükəsiz qaydalarımız isə mütləq pəstah verstakın deməli sıxacında möhkəm etibarlı bərkidilməli. İskənə ilə işləyərkən onun tiyəsini özündən irəlidə saxlamalı. Məmulatı dizlərin üstünə qoyub pəstahı əlinizdə tutub iskənə ilə işləməməli. Məmulatı verstakın sıxacında mütləq bərkitməliyik. Bu mövzu bir qədər qəlizdir. Hansı ki, alətlər olan hissələr, deməli, hansı işi yerinə yetirən zaman hansı alətdən istifadə edilirsə, mütləq bunları yazaraq öyrənin ki, daha yaxşı yadınızda qala bilsin. Uğurlar hər kəsə, diqqətlə qulaq asın.